Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Ve accil ferecehum. Əzizlər, bildiyiniz kimi bugün bizlər haqq və batil cəbhəsinin qarşı-qarşıya durduğu çətin bir dönəmdə yaşayırıq. Haqqın uğrunda həm ön cəbhədə, həm də arxa cəbhədə vicdanlı, sağlam düşüncəli, əqidəli və azadlıq sevən insanlar mübarizə meydanında üzərlərinə düşən vəzifələri gözəl şəkildə, ali dərəcədə Allaha həmd olsun ki, bugünə qədər yerinə yetiriblər. Və biz hamımız elmi cəhətdən bilirik ki, hər bir müharibənin özünün acı və ağrılı nəticələri və fəsadları vardır. Düşmənin açıq şəkildə müsəlmanlara qarşı vəhşicəsinə törətdiyi cinayətlərin də bu günləri həm ön cəbhədə və həm də arxa cəbhədə buraxdığı böyük fəsadları vardır. İnsan tələfatı, məişət dağıntıları günbəgün də bu artmaqdadır. Bugün elə bir gündür ki, artıq hər bir insanın öz mövqeyini sərgiləyən bir gündür. Öz mövqeyini bəlli edən vaxt tam gəlib çatmışdır. Bu iki cəbhənin mübarizəsində, müharibədə bizlər haqqın yanında olduğumuzu inanc, əqidə və əməllərimizlə sübut eləməliyik, göstərməliyik. Sadəcə mən haqqın yanındayam, mən haqqın tərəfdarıyam deməklə bitmir. Qur'an da insanın imanlı olmasını deyir, iman gətirdilər və salih işlər gördülər. Yəni, iman gətirib, inanan insan mütləq salih işlər görməlidir ki, onun iqrar etdiyi iman əməllərində sübut olsun. Heç kimsə zənn eləməsin. Bugünkü bu mübarizədə bizə aid heç bir vəzifə, təklif yoxdur. Dinimizin görüşünə, məntiqinə əsasən İslam dinində sənənə və yaxud mənənə deyilən bir anlayış yoxdur. Quranın məntiqinə, dinimizin məntiqinə əsasən bu ən böyük yanlış bir fikirdir. Hər kimsə belə düşünürsə, o yanlış düşüncədədir, yanlış düşünür, yanlış fikirləşir. Bunu kəsinliklə bilək ki, hamının üzərində bir vəzifə, bir təklif vardır. Biz hamımız bir gün, bax bu hadisələrə görə sorğu və sual olunacaq. Heç kim buna şübhə eləməsin. İstərdim tarixdən bir hadisəni yadımıza salaq. Nəmrud əmr verdi, Xəlilur-Rəhman, Allahın Peyğəmbəri Həzrəti İbrahim əleyhisselamı yanan ateşin içinə atdılar. Ətrafdakılar yanan ateşə qorxu ilə baxırdılar. Həm Həzrəti İbrahimə qorxu ilə baxırdılar ki, nə olacaq bu Peyğəmbərin işi? Bu Həzrəti İbrahimdən nə qalacaq? Nə olacaq? Elə bu vaxt denə balaca bir sərçə bu yanan ateşə yaxınlaşırdı, geri qayıdırdı. Sərçədən soruşdular ki, sən nə inirsən, Ayquş? Dedi, bu yaxınlıqda bir dənə bir bulaq var. Mən müntəzəm olaraq, yəni ardıcıl olaraq
dimdiyimi su ilə doldurub, gətirib bu ateşin üstünə tökürəm. Sərçə dedilər ki, bu yanan ateşin şölələri, bu yanan ateşin əzəmətinə sənin dimdiyində gətirdiyin bu suyun nə faydası ola bilər? Sərçə cavab verir. Odu söndürə, yanan ateşi söndürə bilməsəm də, Allah məndən soruşana qədər bu suyu gətirəcəyəm. Yəni Allah məndən soruşana qədər bu suyu gətirəcəm. Yaxşı, sabah Allah məndən soruşsa ki, mənim qulum, bəndəm günahsız olduğu halda onu ateşə atanda sən nə etdin? Deyir Allaha deyəcəm ki, mənim bacardığım bu qədər idi. Bu mənim cavabım olacaq. Düzdür, bir cəhətdən ola bilər bu bir hekayə olsun. Amma unutmayaq ki, bəzi vaxt belə hekayələrdə böyük bir mesajlar, böyük bir dərslər vardı insanın həyatı üçün. Və bu dərslər, mesajlar insanın ola bilər ki, qiyamətin günündə Allah huzurunda özünü ağ eləsin. Qur'anın məntiqinə əsasən Allah təbarək Teala buyurur: "La yukellifullahu nefsen illa vus'aha. Laha ma kasabat ve aleyha ma iktasabat. Amennə billah. Sadaqallahul aliyyul azim." Allah hər kəsi yalnız gücü çatdığı qədər vəzifəli edir. Hər kəs gördüyü hər bir işi öz faydası üçün edir. Etdiyi pis işləri isə öz zərərinə kəsb edilmişdir. Yəni Allah təbarək Teala bu günləri hər kəsdən gücü çatdığı qədər bu işə yardım etməsini bəndəsindən gözləntisi vardı, intizarı vardı. Baxın bu günləri internetin, media platformalarında paylaşılan bu yardım kampanyalarına adam bəzi vaxt öz-özündən utanır. Hindistanın ekonomik, iqtisadi durumu hamıya bəllidir. Xüsusən bu günləri İraq dövlətində də bu müsəlmanların, yəni Şiə müsəlmanların yaşadığı məntəqələrdə bu yardım kampaniyasını Ayətullah-ı Üzma Seyyid Ali Sistani Allah vücudlarını göylərin, yerlərin bəlalarından hifz eləsin, qorusun, düşmənlərin şərrindən Allah öz pənahında qərar versin. Həzrəti Bəqiyyətullahil Əzəm İmam-ı Məhdinin xeyirli, bərəkətli duaları bu seyyidin üzərindən əskik olmasın. Bu yardım kampaniyasına fətva verəndən sonra İraqın küçələrində, o küçələrdə dayanıb əlində xırda bir şey satan gənclər, uşaqlar ki, biri qələm satır, biri karandaş satır. Onlar da görürsən ki, o yardım toplayan o insanlara gəlirlər, o qazandıqları kiçik bir məbləği də olsa verirlər. Onların o kiçik məbləğləri eyni o sərçənin dimdiyində apardığı bir damcı sudur ki, Allahın peyğəmbərinin ateşdə yandığı bir halda köməyinə getməsini xatırladır. Baxın, media platformalarında görün, o yaşlı, ismətli analar, nənələr, barmağının o ağır qızıl üzeyini, bəllidir ki, bir kasıbdır, fəqirdir, amma çıxardır onu, neyniyir? Allah yolunda verir ki, sabahları Allah təbarək Teala soruşanda ki, haqq cəbhəsinin ayaqda qalması üçün, onlar canları ilə, onlar həyatları ilə, məişətləri ilə batilin müqabilində dayanmışdılar. Siz kənardan onları necə gördünüz?
Sadəcə olaraq əlinizi əlinizin üzərinə qoyub müşahidə etdiniz, yoxsa sadəcə olaraq elə dediniz ki, Allah özün kömək ol. Allah özü kömək olar, heç bir şəkk şübhə yoxdur. Amma Allah istəyir ki, öz köməyini bu günləri bizim əlimizlə, o yardımları bizim əlimizlə, o insanlara haqqın uğrunda canını, həyatını verən insanlara bizim əlimizlə çatdıra. Mən fikir edirəm ki, bu qədər yetərlidir. Bu müraciətin sonunda Allaha and verirəm, Həzrəti İmam-ı Zaman ağanın hörmətinə. Deyirəm, ilahi, bizi vəzifəmizi tanıyıb və onu gözəl şəkildə yerinə yetirənlərdən qərar ver, bizi nəfsimizin şərrindən öz pənahında saxlacinan. Ümid edirəm ki, Allah Təbarək Təala inşallah siz əzizlərin hörmətinə bu duanı qəbul edər.